Herkese salam. Bugün sizinle birlikte İngiliz dili səhifə 102 və 103 işləyəcəyik. Gəlin başlayaq. Complete a sentence. Cümləni tamamla. I use water for. Mən su istifadə edirəm. Bu öz fikrinizi yazacaqsınız. Yəni suyu nə üçün istifadə edirsiniz? Məsələn, mən yazsam ki drink. Su içmək üçün istifadə edirəm. Siz nə istəyirsinizsə yaza bilərsiniz. İkinci misal. Read and listen to the text. Are you either exercising the text one? Mətni oxuyun və qulaq asın. Sizin birinci misalı yazsınız, bura uyğundurmu? Gəlin mətnin oxunuşuna qulaq asaq. My Inuit family. About me. Hi, and welcome to my blog. My name's Toklo. I'm 12 years old, and I live in Alaska with my family. Look at this photo. There are 5 people in my family. My dad, my mom, my brother, my grandma, and me. In this photo, I'm wearing a brown coat, brown pants, and boots. Some families don't use animals to make clothes. They buy modern clothes because they're comfortable. But my family makes clothes with animal fur and animal skins to keep warm. Are we Eskimo people? No, we're not. Eskimo is not the correct word. We are Inuit. We live in other places too, like Canada, Siberia, and Greenland. It's very cold here. Sometimes it's minus 40 degrees Celsius. It's impossible to go out without the right clothes. I don't wear regular clothes like t-shirts, sweatshirts, shorts, or sneakers. It's too cold for that. I wear special shirts, pants, and jackets that protect my body. But I have to wear 2 pairs of boots and 2 hats. I hope you enjoy my blog. Please comment on the post. It's great to get to know you. Oxunuşa qulaq asdığımıza görə gəlin tərcümə etməyə başlayaq. Fevral ayı. Salamlar, mən Eymiyam və 13 yaşım var. Mən Yekabingoyada yaşayıram. Burası Afrikanın balaca bir yeridir. Burada Yekabingoyada təmiz su yoxdur və bu mənim ailə və dostlarım üçün çox böyük problemdir. Anam, qardaşım və mən saatlarla yürüyük ki, su tapaq, evimizə gətirək. Biz özümüzlə bir yerdə böyük bir su qabı götürürük. Bu su qabının ağırlığı təxminən 45 kilodur. Yəni balaca bir begemot boyutda. Oktyabr ayı. Amma indi hər şey burada fərqlidir. Burada təmiz su var mənim məktəbimdə. Və indi baxımımızda təzə yaxşı tərəvəzlər əkə bilirik. Və fruitlərdə, yəni meyvələrdə. Biz onların hamısını yemək vaxtı yeyirik. Bu su artıq yaxşıdır və ayaq yolu mətbəx təmizdir. Mənim ailəm, dostlarım məktəbə gedib məktəbə təmiz su üçün gedirlər. İndi biz saatlarla yürümək zorunda qalmırıq. Biz öz təhsilimizi də ala bilirik. Mənim atam və anam da kommunisiyada çox qəşəng işləyirlər. Burada bəs sizin məktəbinizdə təmiz su varmı? Evinizdə və məktəbinizdə? Çox insanların evində təmiz su yoxdur. Su hamı üçün çox vacibdir. Mətni tərcümə etdiyimiz görə gəlin keçək 3-cü misala. Read the text again and complete the sentence with the words below.
Bu cümlələri təsdiqlə oxuyun və buradakı aşağıdakı cümlələri tamamlayın. It is difficult to get clean water near Kimbo. Nyakabingo'da təmiz su əldə etmək çox çətindir. İkincisi, Amy and her family use to carry water. Amy və ailəsi suyu daşımaq üçün konteynerdən istifadə edirlər. Konteyner. A baby is about 55 kilos. Deyir ki, bəbə, yəni balaca bir begemot 45 kilo yaxındır çəkisi. Yəni 55 kilos. Üçüncü, the vegetables and fruit at Amy's school are Amy məktəbindəki tərəvəz və meyvələr fresh, yəni taze deyirlər, qəşəng deyirlər. The water in Amy's school is Amy'nin məktəbindəki su safe, yəni güvənlidir. Yəni sudakı xəstəliklər yoxdur və təmiz sudur. The bathrooms and kitchens in school are məktəbdəki ayaqlı və mətbəx clean, yəni təmizdir. İndi gəlin keçək 4-cü misala. Check the correct sentence. Düzgün cümlələri seçin. Amy is 30 years old. Amy 13 yaşındadır. Bunu özü işarələyib. There is clean water in Amy's village now. İndi Amy'nin kəndində təmiz su var. Bu doğrudur. O da yazılıdır ki, təmiz sudan istifadə edirlər. There isn't a yard at Amy's school. Amy'nin məktəbində yard yoxdur. Bunun haqqında məlumat verilməyib mətnin içində. Onun üçün boş saxlayacağıq. Amy has time to study now. Amy indi vaxtı oxumağa var. Bəli. There is clean water for everybody in the world. İndi hal-hazırda dünyadakı hamı üçün təmiz su mənbələri vardır. Bu səhvdir. Çünki mətnin axırda deyir ki, bəzi yerlərdə hələ su yoxdur. İndi keçək 4-cü səhvə 103-ə. Look at photo and text. Voice author. Buradakı şəkil və mətnə baxın. Burada yazıcı kimdir? Bu yazıcı gördüyümüz kimi Toklo'dur. Burada yazılır ki Toklo. Where is the text from? Choose the correct part of the sentence. Mətndəki bu mətn hara aid, nəyə aiddir? Bunu düzgün sözlərlə seçin. Gəlin ilk öncə mətni oxuyaq. My Inuit family. About me. Hi, and welcome to my blog. My name's Toklo. I'm 12 years old, and I live in Alaska with my family. Look at this photo. There are 5 people in my family. My dad, my mom, my brother, my grandma, and me. In this photo, I'm wearing a brown coat, brown pants, and boots. Some families don't use animals to make clothes. They buy modern clothes because they're comfortable. But my family makes clothes with animal fur and animal skins to keep warm. Are we Eskimo people? No, we're not. Eskimo is not the correct word. We are Inuit. We live in other places too, like Canada, Siberia, and Greenland. It's very cold here. Sometimes it's minus 40 degrees Celsius. It's impossible to go out without the right clothes. I don't wear regular clothes like t-shirts, sweatshirts, shorts, or sneakers. It's too cold for that. I wear special shirts, pants, and jackets that protect my body. But I have to wear 2 pairs of boots and 2 hats. I hope you enjoy my blog. Please comment on the post.
It's great to get to know you. Ne qulaq asdığınıza görə gəlin keçək tərcüməyə. Mənim haqqımda salam. Mənim bloquma xoş gəldiniz. Mənim adım Toklodur və mən 12 yaşındayam. Alaskada ailəmlə yaşayıram. Bu şəklə baxın. Bu da mənim ailəmdən 5 insan var. Atam, anam, qardaşım, nənəm və mən. Bu şəkildə biz qəhvəyi cəkət, qəhvəyi şalvar və çəkmə geyinirik. Mənim ailəmdə heyvanları paltar düzəltmək üçün istifadə etmirik. Biz modern paltarlar alırıq, çünki onlar daha rahatdır. Amma bəzi ailələr heyvanların dərisindən və kürkündən paltar hazırlayırlar ki, daha isti qalsınlar. Biz Eskimo adamlarıyıq? Xeyr, biz deyilik. Eskimo düzgün bir söz deyil. Biz Inuitik. Biz başqa yerlərdə yaşayırıq. Məsəl üçün Kanada, Sibirya və Greenland. Burası çox soyuqdur. Bəzən burada -40 dərəcəyə qədər soyuqluq çöldə görsənə bilir. Mən normal paltarla geyinmirəm. Məsəl üçün t-shirt, sweatshirt ya da şort kimi da idman ayaqqabıları. Çünki burası onun üçün çox soyuqdur. Mən özəl paltarlar, şalvarlar və cəket geyinirəm ki, öz bədənimi soyuqdan qoruyum. Amma mən həm 2 çəkməcə, həm də 2 papaq geyinmək zorunda qalıram. İnanıram ki, siz bu bloqu xoşlayasınız. Burada istədiyiniz kommentari buraxın. Bu mükəmməl olardı ki, siz biləsiniz. Yəni sizin fikrinizi bilərdim. Gördüyümüz kimi bu bir blokdur. Yəni bir dənə insan yazıb. Həm də burada blok sözü yazılıb. İndi keçək 3-cüyə. Read and listen to the text. Mətni oxuyun və qulaq asın. To complete the chart with the words below. Aşağıdakı sözləri doldurun. Burada gördüyünüz kimi family member, yəni ailə üzvləri. Burada hamısını verib. Dad, mom, atam, anam, mən, dacı qardaşım, və grandma, yəni nənəm. İndi gəlin paltarlara baxaq. Coat, cəket, boots, çəkmə, pants, şalvar və shirt, geyim. Places, yəni yerlər. Burada gördüyümüz kimi Kanada, Greenland və Sibirya. Yəni burada bu yerlər haqqında danışılır. İndi gəlin keçək 4-cüyə. Read the text again and complete sentence with one word. Mətni yenidən oxuyun və cümlələri bir sözlə tamamlayın. Birinci sözü verib. Toklo Alaskadandır. İkinci, there are 5 people in Toklo's family. Toklo'nun ailəsində 5 nəfər yaşayır. Toklo and his family were closest. Yəni Tokyo və ailəsi onlar modern paltarla geyinirlər.
Tokyo'nun ailəsi paltarlar geymir, çünki burası çox soyuqdur. Onlar yazacağıq ki, don't wear regular clothes. Yəni normal paltarlar geymirlər. Inuit people live in Alaska, Siberia. Inuit insanları Alaska, Siberiya, Kanada və Qrinlandda yaşayırlar. Gördüyünüz kimi sizinlə birlikdə səhifə 102 və 103 işlədik. Gələcək videolarımızda görüşmək ümidi ilə. Xoş günlər.